Qızlar, kimlənsə yazışanda, danışanda onlara özəl şəkillərinizi göndərməyin. Sonra şantaj üçün bunu sizin əleyhinizə istifadə eləyəcəklər. Deməli, dünənlərim seansa qoşulmuşam bir xanımla. Normal seansımızı keçdik, bitirdik. Xanım boşanıb, övladları var və biri ilə sosial şəbəkədə tanış olub yazışırlar. Adam bundan şəkil istəyib falan filan, qız da atıb və daha sonra oğlanın irəli gedən təkliflərinə razı olmadığına görə oğlan başlayıb onu şantaj eləməyə ki, gələcəm, valideynlərim biləcək, övladlarım biləcək və s. və ilaxır, sən mənim istədiyimi verməlisən. Yəni, xanımdan cinsəllik tələb eləyib. Xanım da buna razı deyil, deyir, evlənirsənsə, okey. Evlənmirsənsə, yəni, niyə? Deməli, adam da başlayıb bunu şantaj eləməyə. Xanım mənə zəng elədi seans bitəndən sonra, bir saat keçmişdi, yazıb ki, olar mən sizə səs atım və ağlaya-ağlaya deyir ki, bəs belə-belə də başıma hadisə gəlib, deyir ki, indi gəlirəm sizə, gəlirəm səni biabır eləyəm, gəlirəm belə eləyəm və bunu təhqirami sözlər deyib. Xanım da buna cavab verib bunun təhqirlərinə, o da lap qızışıb, başlayıb ki, sən bu sözü mənə dedin, indi gör mən gəlib nələr eləyəcəm. Dedi, mən neyiniyim burada? Götürdüm, mesaj yazdım, dedim, indi mən nə yazıram, onları kopyalayıb göndərirsən ona. Çünki Azərbaycan qanunlarına baxanda, konstitusiyamıza baxanda siz görəcəksiniz ki, heç kimin, yəni şərəf və ləyaqəti toxunulmazdı və dövlət qanunları tərəfindən müdafiə olunur. Şantaj üstündə 1 ildən 3 ilə qədər həbs cəzasıdır. Şərəf və ləyaqətin alçaldılması, yəni söyüş söymək, birinin sizə söyməsi, bu da həm cərimə var burada, həm azadlıqdan məhrum edilmə var müəyyən müddətdə. Girib özünüz baxa bilərsiniz. Nəysə, bunları maddə-maddə yazdım, göndərdim ona. Dedim, indi mesajı kopyalayırsan, atırsan. Kopyaladı, mesaj atdı. Dedim, narahat olma, özü səni bloka atacaq bunları görəndən sonra. Burada qorxulu heç nə yoxdur, o sadəcə səni qorxudur. Və elə də oldu. Sonra xanım mənə təşəkkür mesajı yazdı ki, o məni bloka atdı. Sonra da deyir, mənə yazdı ki, elə sənin kimlərə görədir ki, biz tək qalırıq. Baxın, bu insanlar kimlərdir? Bu insanlar pulsuz parkovka yeri axtaranlardır, bax belə deyim. Münasibət yaşamaq istəyir, pul da xərcləmək istəmir, baxır harda boşanmış və yaxud evli və münasibətində boşluq yaşayan xanımlar var. Bax, gedirlər onlara tuş gəlirlər, onları tapırlar, həyatına çəkirlər. Sonra da bu formada istifadə eləmək istəyirlər. Əgər bir adam, bir kişi sizi görməyibsə, qızlar, sosial şəbəkədə tanış olmuşsunuz, sadəcə yazışma ilə bunun sizi sevməsi, sizə aşiq olması, dərdinizdən dəli olması absurd bir şeydir. Elə orada başa düşün ki, bu yalandır. O sözlərə aldanmırsınız bir. Siz də münasibətlərinizdə və yaxud həyatınızda bir boşluq yaşayırsınız. Siz o insanı sevmirsiniz. O insan sizin elə bir momentinizə təsadüf eləyib ki, sadəcə sizin o boşluq zamanınıza düşüb də, başa düşdünüz, sizin zəifliyinizdən istifadə eləyib. Siz də sevgi istəyirsiniz, sevilmək istəyirsiniz, qayğı istəyirsiniz, güvənmək istəyirsiniz, sığınmaq istəyirsiniz. Ola bilər həyatınızda özünüzü tənha hiss eləyirsiniz, kimsəsiz hiss eləyirsiniz. Bax, belə bir vaxtda, belə bir adamlar, əgər bunlara adam demək olarsa təbii ki, girir, məsələn, görsən özü də evlidir. Amma flört axtarır. Niyə? Münasibətində problem var, ailə həyatında hər şey tam deyil. Başlayır eşq elan eləməyə, sonra da bax belə istifadə eləmək istəyir də, vaxtını doldurmaq istəyir. O videolarımda demişəm, o boz həyatına rəng qatmaq istəyir və sizdən buna görə istifadə eləyir. Siz də aldanırsınız, elə bilirsiniz ki, adam sizi sevir. Sevən adam gəlir, evlilik təklif eləyir. Münasibət təklif eləmir. Pulsuz cinsəllik təklif eləmir. Gəl mənim ol demir. Gəl mənim ehtiyaclarımı ödə demir. Sevən bunu eləmir. İstifadə etmək istəyən belə edir. Yadınızda saxlayın. Ona görə ehtiyatlı olun. Hər deyilən sözə inanmayın. Özünüzü müdafiə eləməyi bacarın və ən əsası, burada xanımın problemi nə idi? Xanım qorxmuşdu və buna yalvarırdı ki, vicdanına toxunmaq istəyirdi. İndi deyir ki, eləmə, bəs mənim balalarım var, bəs mənim valideynlərim var, məni öldürərlər. Nə öldürmək, nə yalvarmaq, nə ağlamaq, nə onların vicdanına toxunmaq, vicdan yoxdur axı, sən hara toxunmağa çalışırsan. Belə insanlarla onların dilində danışmaq lazımdır. Yadınızda saxlayın, heç vaxt heç kimə qorxularınızı deməyin. Nədən qorxduğunuzu deməyin. Çünki oradan tutub sizi oradan vuracaqlar. Və batırsızsa, görürsünüzsə ki, batırsız. Qarşı tərəfi də batırın. Bunu özünüzə icazə verin.
Siz heç kimi qorumağa məhkum deyilsiniz və məcbur da deyilsiniz. Əgər bir çətinliyə düşmüsünüzsə, kimsə sizi batırmaq istəyirsə, onu da özünüzdən çəkirsiniz həmən o quyunun dibinə və onunla öz dilində danışırsınız. Heç nədən qorxmayın. O sizin qorxularınızı görsə belə adamlar, belə manipulatorlar, sizin qorxularınız üzərindən sizi idarə etməyə çalışacaq. Ona görə zəifliklərinizi, qorxularınızı qətiyyən qarşı tərəfə bildirmirsiniz.